Salam, necəsiz? Günlərin bir günü mən çıxdım qara vedrə axtarışına. Nəyə görə? Çünki mənim mətbəx mebelimi görmüsüz, görənlər bilir. İki deməli mebel arasında qara metlaqdım. Orada da mən adi vedrə qoymuşdum, zibil vedrəsi. Qara vedrə axtarırdım. Sözün açığı, çölə çıxdığım vaxt həmişə göz gəzdirmişəm, tapa bilməmişəm. İndi bu çox yaxın zamanda qarşıma məqsəd qoydum ki, yox mən yəni məhz onun üçün çıxacağam və axtarışa çıxacağam və tapacağam. Nə düşünürsüz? Bu qədər çətindir qara vedrə tapmaq. Buyurun bax. Ne istəyirsiniz var burada. Gəldim, çıxdım. Görək mən istəyəni tapa biləcəm yoxsa yox. İnşallah taparım. Baxın, mənə belə lazımdır, belə, amma bunun qarası, qara rəngi, çünki mənim mətbəxim kafellər qaradır, metlaqlar qaradır. Ona görə onun qarası mənə lazımdır. Qara da tapmaq biraz çətindir, hər rəngdə olur, nədənsə qara tapmaq çətin olur. Amma burada yaxşı şeylər var, hər şey var. Dəsmallara qədər var. Bu paltar asanlar da, belə buynuzlu var. Mən bunlara iki buynuzlu deyirəm, beləsi var da. Hər yerdə demək olar ki, 90% yerlərdə baxın, hamısı belədir. Mən isə ortası düz olan, qıraqlarında buynuzları olanlardan xoşlayıram. Baxın, burada da. Burada da hamısı buynuzlulardan. Amma hər şeysi var, bunlar. Bu çoxdur. Organizerler falan filan. Her şey var, her şey. Qeyri-adi padneslardır. Padnesler qeyri-adidir. Burada da yemək servisi üçün taxtalar. Qiymətlər amma çox da ucuz deyil yəni. Baxın, zibil qablar buradadır da. İndi qarasını axtarıram, bu tərəfdə yoxdur. Hər rəngi var. Baxın siz Allah, belə yekə yoxdur, mən balaca istəyirəm. Hər rəngi var. Ayrıca da belə mramor kimi istəmirəm. Tamam qara istəyirəm. Görək tapa biləcəm yoxsa yox. Buradan keçirəm Araza. İstədiyimi tapa bilmədim, təəssüf ki. Tam istədiyimi tapa bilmədim. Məktəb formaları da var, burada böyük Arazda. Qablar da var, nə istəyirsiniz var da yəni. Bir mən istəyənlər yoxdur, çox qəribədir, çox. Burada bir yer var, orada girin. Baxın, görün tapa biləcəm yoxsa yox. Burada qab-qacaq yeri var. Görün, burada tapa biləcəm. Qara rəng nə böyük bir bəla oldu. Mən hər şeydə qara rəngi çox çətin tapmışam. Belə hər şeydə. Burada da nə istəyirsiniz var. Hər şey var. Qaradan başqa bütün rənglər var idi. Çəhrayı rəng, yaşıl rəng. Nə rəng istəyirsiniz var idi. Amma bir qara yox idi. Heç ağlınıza gələrmi? Bu qara rəng bu qədər tapılmayan bir rəng olsun. Qara vedrənin əvəzinə tapdım. Bax. Deməli bu veşilkadan aldım.
Heç hesabda yox idi, amma istəyirdim, yəni sadəcə bu gün onun üçün getməmişdim də, yəni heç ağlıma gəlmirdi. Təsadüfən qabağıma elə o dükanda axırıncı girdiyim dükanda çıxdı. Bunu da belə bağlayacağam, indi bura fırladacağam. Deməli, bu veşikaları mənim bunlardan varımdır. Onları yubka klasik şalvarlarıma asmışdım. Cinslar üçün isə belə sıralı veşikalar olur. İndi onları çıxaranda onları da çəkərəm. Dedilər ki, çox yaxşıdır, bəs şalvarları üst-üstə belə bir-birinin altına yığırsan. Çıxaranda düzdür, rahat olur. Amma asanda isə mənə çox narahatdır. Yəni mənə o heç rahat gəlmədi, heç. Onu bilmirəm niyə cəmaatın bu qədər xoş gəlir. Ya da mən bacarmıram, nə bilim, mən bacarıqsızam bu temada, bu mövzuda ola bilər. Ona görə də məcbur dedim ki, yox, mənə elə ən yaxşısı budur. Mən bütün şalvarlarımı elə bundan asaram. Elə belə deyirdim, bəzi yerlərə də gedirdim, çox baha idi. Yəni 3 dənəsi 6.99 var idi. Sonra Trendyoldan zakaz ver, Temudan zakaz ver. Mən hövsələsiz adam, mən onu gözlə gəlsin, ayat defekt çıxacaq, ayat düz çıxacaq, səhv çıxacaq. Heç mənim hövsələm yoxdur. Ona görə də mən gərək gözümlə görəm, o şeyi alam. Bunlar da yəni ucuz olur əslində oralarda. Amma ki mənim gözləməyə səbrim çatmırdı. Dedim, axır çıxacam, bir dəfə alacam. Bugün onun üçün çıxmamışdım, gördüm yadıma düşdü. Daha doğrusu heç yadımda deyildi, gördüm yadıma düşdü. Dedim, nə yaxşı. Gördüm, dedim, alım da. Neçə aldım? Biri 1 manata. Bəli, mənə çoxdan lazım olan, amma çox da baş qoşmadığım, bir gün alaram deyib, əslində də çox əziyyət çəkdiyim, mənə əziyyət çəkdirən veşikalardan tapdım və qiymətini də deyirəm, çox ucuz qiymətə tapdım, aldım. Orada videoda qara rəngini deyirəm. Sonra mən getdim, yenə 10 dənə aldım, çünki bilirdim ki, çatmayacaq. Yaxşıdır ki, aldım. Amma mən nəyə əlimi vuraram, o bitər axı. Kapisikdə. Getdim, dedilər ki, qarası bitdi. Bir gün sonra getdim, bircə gün sonra dedilər qarası bitdi. Heç asılmışdır, baxan yox idi. Ağı qalıb, getdim, ağından da 10 dənə aldım, gətirdim. Sonra neynədim? Buyurun, bax. Salam. Deməli, gəldim bu veşilkalara, paltarları, yəni şalvarları, cinsləri əslində asmaq istəyirəm. Prosto ki, görürəm ki, bəzi yay şeylərim də var. Əvvəlcə onları asım. Sonra mən sizə deyəndən sonra, bu qaralardan sonra getdim, bu ağları da deməli, gördüm çatmayacaq, 10 dənə qalmaq istədim. Dedilər ki, qara qutardı. Dedim, heç o, ev yox, ağı olsun, nə fərq var ki, ağım aldım. Mənə gəl ki, yəni çatmayacaq. Yəni özümüzlər var, amma bunların möhkəmləri var, möhkəmləri heç ayıracağım. Amma yüngülləri var, bunlara da görün də neyniyəm. Nə bilim, bu qaralarla başlayaq. Deməli, burada mənim bir uzun yubqam var. Sizə modada göstərim. Daradaram. Bunu krasovka ilə, keta ilə geyinirəm, belə cibləri də var. Tərs tutmuşam, tərs tutmuşam. Deməli, cibləri də var. Ay, hamının cibi. Belə iki tərəfdən də cibi var. Belə uzun krasovka ilə geyməyə çox yaxşıdır. Bilmirəm, siz xoşlayırsınız yoxsa, mən çox sevirəm. Deməli, möhkəmdir özü, qəşəng. O birilər ləsdir, baxın, bu möhkəmdir. Deməli, bunu qoyduq bu tərəfə. Bu da mənim klasik qara şalvarımdır. O da deməli Zara'dandır. Bu mangodur, bu da mangodur. Klasikdir, amma mən bunu bilirsiniz neçə ildə almışam. Çoxdan almışam, yəni bunu çoxdan almışam. Klasik şalvardır və materialı çox samballı materialdır, yəni çox xarab olmayan materialdır. Bu belə tam, yəni lap toya falan da geyməyə olar da, elə materialdır. Bu isə gündəlik üçün geyinməyə, bu da mangodur. Mən bunları boşaldım ki, səs olmasın, bir dəfəlik o səsi çıxardım. Bu getdi. Ay, buna
belə. Bunlar mənim hamısı gəzməklik, deməli, şalvarlarımdır. Nə demək istirdim sizə? İndi bəzi, mən heç kəsə deməmişdim ki, bəs YouTube kanalı açacağım, bəs belə eləyəcəm, belə eləyəcəm. Belə bir fikrim var. Heç kəsə deməmişdim də, heç kəsə elan verməmişdim. Ay, indi bilənlər, baxın bu xarab duruşu, görürsünüz, bu atılmalıdır. Deməli, indi qohum əqrabadan falan bilənlər, belə şeylər olur axı, başlayırlar adamı ələ salmağa da. İndi bəziləri biliblər. Ay, mənə ələ salladı. Ay, sən kimə lazımsan kanalın? Ay, kim səni izləyəcək? Ay, sən Allah, sən kanal mı açmışsan? Ay, sən şu kanalın mı var? Ay, sən canlı nə qədər izləyici var? Sən Allah, sənin nə qədər izləyicin var? Deməli, hal-hazırda, indi bu yaddaşlara da keçsin, mənim hal-hazırda 7 izləyicim var. 7 izləyicimin də 3'ü mənim balalarımdır. Biri oğlum, ikisi qızlarım. Yəni 7'nin 3'ün çıxsaq, 4 insan məni, yəni tanımadığım insanlar məni izləyirlər, 4 nəfər. Mənə ələ salırlar, sən can nə qədər izləyicin var, sən can, açıb indi baxarıq, nə qədər izləyicim. Dedim ki, yox, problem yoxdur, bəs deyə bilərəm də. Mənim 7 izləyicim var, onun da 3'ü uşaqlarımdır. Ha, ələ sallarım, ha, sən Allah, sən indi ümid edirsən də, sən indi çox olar, siz Allah. Ay qız, sən, yəni, bıraq da bunun başında, yəni, kim sən izləyəcək, sənin kanalın kimə lazımdır? Belə mənə salırlar, yaxşı. Gün olacaq, vaxt olacaq. İndi təsadüfdən, bax, indi yadıma düşür. Doğrudan mənim 6 videom var, bu 7-ci video olacaq, 7 də izləyicim var. Ayda, 7. Ay, nə gözəl oldu. Bax, inşallah bu düşərli olsun. Mən belə əsəbləşdirirlər. Mən də etdim, görərsiniz, vaxt olacaq. Siz, mən necə, yəni izləyicim çoxalacaq. Siz məndən daha özünüz həvəsə düşüb kanal açsanız, mən nə istəsəniz ki, bizi də nə olar kanalımızla adını çək, bizi də reklam elə orada, bizi də nə bilim, neynə? Görərsiniz. Ay, məni bir ələ salırlar. Sən Allah, sənin kanalın kimə lazım? Ay Allah, sənin kanalın var. Ay Allah. Nə bilim, də belə ələ salırlar. Mən də deyirəm, yaxşı, eybi yox, deyin. Bu günlərin bir cavabı olacaq, belə getməz ki. Ona görə, tak što, inada mindirdim. İnadına. Bilirsiniz necədir? Əslində mən bunu bilirsiniz necə düşünürdüm daha doğrusu. Yəni, həqiqətən də bu fikri mən deməli eşitdim ki, Ajda Pekkan'ın bacısı Semiramis Pekkan'ın. Mən onu çox bəyənirəm. Deməli, izləyirəm də həm də onun YouTube kanalı açıb izləyirəm. Ay, bunda nələr ki varıymış. Heç mən bilmirdim. Bu da mənim, bu da görüm nədir bu, bura haradır? Məncə bu da Zara'dır. Bu da Zara olmalıdır. Bu da Zara'dır məndə. Bu da klasik eyni şalvardır. O mangodan olan, o dedim toya da giymək olaraq. O şeydir, o daha bir karandaş kimidir. Bu isə daha enli şalvardır. Bu da Zara'dandır. Bu da Zara'dandır. Bu da enlidir. Onun sini rəngidir. Daha doğrusu bu nazikdir, yay üçündür. Bu isə qış üçündür. Bu da sini rəngdir. Evet, göy rəngdədir. Nə bilim də göy rəngdə. Bu da Zara'dır. Baxın. Bu da Zara'dır. Bunu isə, bu da yay üçündür. Bunu isə mən yəni gəzməklərə zada geymişəm. Heç vaxt gündəliyə geyinməmişəm. Bunları ayrım, bunlara ağ yaşılqa istəyirəm asam. Mən bu remenim hardan gəldi, bura çıxdı. Təzə remen almışam. Təzə remen aldım. Hardan aldım? New York'dan aldım da deyəsən. Yoxdur ki burada. New York'da məncə. Bu deyil, bu belə etiketlər harada olur? New York'da məncə. New York'dan aldım da. Belə üstü zamujludur. Sözün düzü üstünün mənə əhəmiyyəti yox idi. Koja dolar, zamuj dolar. Mənə əsasən şey lazım idi, koriçin, qəhvəyi rəngdə lazım idi. Elə qəhvə rəngdə tapdım və orada qiymətlər də yaxşıdır. Əvvəllər 10 manataydı. İndi isə indirimlə 10 manataydı. İndi isə 15 manata qalxıb. Amma yenə də neçə oldu, belə, nə bilim, Massimo'da zaten mən baxdım, yaxın durmalı deyil, biraz baxaydı Massimo'da.
İndi mən yay şeylərinə ağları qoymaq istəyirəm qışlara. Bu nədir? Bu nazik, bu LC-dir deyəsən. Hə, bu LC-dir. O qədər yaxşı şalvardır bu yay üçün. Nazik, çox nazik, içi göstərməyən, cibli, material da biraz belə, baxın, mən görünəcək yoxsa belə biraz belə, bilməm görünür yoxsa belə qırış-qırışdır, öz materialı belədir, ütü də istəmir. Düzdür, da indi belə, misal üçün, mən bunu belə olsa ütləməli, geyinməliydim də, indi yay olsaydı, amma belə əzilməsə, belə qrubu əzilməsə, ütü də istəmir. O qədər gözəldir də, mən çox bəyənirəm onu. İnanın onu mən keçən il yox, o bir il almışam. Mən 2 il onu o çıxartmırdım da əlimdən. Bu nədir? Bu da Zara'dır. Hə, bu da Zara'dır. Bu da Zara'dır. Bu biraz, bu da cibli. Bu bilirsiniz necədir? Biraz belə. Bunu da kiyətən. Mən ümumiyyətlə krasovka zat giyinirəm. Bu biraz topuqdan, biraz topuqdan gəlir. Hardasa belədir. Bu fasondadır. Amma enli. Amma biraz qısadır da, yəni topuğa qədər belə. Bunu da gəzməkləri geyinirəm. Yəni gündəliyə geyinirəm. Belə. Bunlar isə o işi olmalıdırlar. Bunlar o işi oldular. O işi, hə, bunlar o işi olur. İkisi də. Bu da bu da. Bunlar da möhtəşəm şalvarlardır. O işi. İkisi də o işi olur. Möhtəşəmdir və çox yaxşı. Çox belə. Bu kargodur. Cibli. Bu isə elə belə boş, yəni bananlı, amma belə şey cibli. Bunlar da yay üçündür, biraz daha doğrusu isti havalar üçündür. Bunu qoyuram, yayları ayıram, bu da isti üçündür. Yaylara deyirdim, ağları keçirəm, neybi yox, kətanı falan keçirdirəm ağları. O şeyin belə, heç inanırsınız cinslərə məncə çatmayacaq heç. Cinslərə mənim 5 ilkam çatmayacaq. Sonra bu hansıdır? Bu hansı şalvardır? Hə, bu da klasik şalvardır. Bu bilinməyən markadır. Bu öyle xoşum gəlmişdi. Bilirsiniz nə cürdür bu? Bu mango dedim ha, klasik mango. Onun alternatividir bu. Yəni bunu gündəliyə geyinərdim. Onu isə gəzməklərə geyinirdim. Çünki onun materialı möhtəşəmdir və çox yəni keyfiyyətli durur adamın. Keyfiyyətli qalır. Adamın əynində. Bilinir də, samballı görünür yəni. Onu demək istədim. Sonra bu isə mənim yun, bu da bilinməyən markadır. Və belində belə, bilirsiniz necədir? Hər halda bildiniz, cibləri də var. Bu da belə, karandaşdır. Cibləri də var. Belə amma zamoku falan yoxdur. Sadəcə iplə belə bağlanılır, bantikli. Belə vurursam, çox qəşəng. İstəyirsən buradan, istəyirsən ortadan bantikən vur, necə istəyirsən. Çox yaxşı şalvardır. Bunu da çox geymişəm. Yəni mən oy, çox geymişəm, çox karıma gəlib yəni. Buna da verilən pul hardasa çıxıb. Çox da baha deyil. Yəni marka olmayan paltarlarım çox da baha deyil. Amma marka olanlar isə bu şeylər yox. Zaralar falan da Zara'nın qiymətini hamı yəqin ki, mangoda Zara'da uçurucu. Onların qiymətləri uçmaq üzrədir. Əvvəllər mən düşünürdüm ki, bilmirəm siz də mənim kimi fikirləşirsiniz yoxsa yox. Əvvəllər 200 manat, 300 manat, daha doğrusu 200 manatdan yuxarılar, yəni 225, 229, 230, 250, nə bilim 300, yəni 200-dən yuxarıda paltar alırdıq, toylara geyinirdik, ya da ki bir kofta alırdıq, toya geyinirdik, toy üçün də. Çalışıram mən veçerni paltarı almayım, bir dənə veçerni paltarım var mənim bugünə qədər. Onu da çox geymişəm, yəni mangodan. Bir gün o veçerni paltar, yəni belə toyluq paltarlarımız adında göstərərəm. Bir dənə video çəkəcəm çantalarım, mən çanta çox sevirəm. Çantalarımı çəkəcəm, onda da danışacağım. Nəysə, uzun sözün qısası. Yəni əvvəllər qiymətlər belə idi də. Ay, indi isə, indi necədir, deyim də sizə. İndi özünüz də bilirsiniz hər halda. İndi yəni 200 manat adi bir misal üçün cins şalvara baxıram, görürəm ki Zara'da deyim sizə 109 manat, belə orta bəyəndiyim 89-99, özü belə qoyur 99, amma bəyəndiyim isə 109 manat. Bu Bershkada da gördüm belə idi, yəni belə qiymətlərə idi. Sonra, amma yəni adi paltar, gündəlik üçün geyinməyə Zara'dan bir paltar götürmək istəyirsənsə 189 manatdır. Yəni
150'yə paltar tapmaq olmur da. 180-dən yuxarıdır. Daha 180 də deyil, 189. Orada oje ən aşağı qiymət sayılır Zara'da bir paltar üçün. Amma gəzməli, daha biraz samballı geyim isə onlar oje 200 manata, 300 manata. Paltolar falan da bir sintetik kimi olanlar var. Bir də kaşmir, qəşəng materialı yaxşı olanlar var. Onlar oje 365 manat, 400 neçə manat. Mangoda da belə idi, Zara'da da belə idi də. Bu təzəlicə mola gedəndə baxmışdım. Onu demək istəyirəm ki, yəni onu videoda qoymuşdum, amma ki hamısını çəkməmişdim də. Nəysə, indi orada gördüklərimi deyirəm sizə ki, yəni ki Zara'da, Mangoda paltolar 100 neçə manataydı da əvvəllər. İndi isə çox bahalaşıb. O qiymətə, yəni 300 neçə manata Massimo'da olardı həmişə üst geyimlər o qiymətə. İndi isə Massimo'da 695, 700 neçə üst geyimlər. Yəni ki palto kimi, kardigan kimi belə şeylərdə pencə, kurtka pencəklər, satlar belə. 200 manat misal üçün 200-dən yuxarı kətan şalvarlar, belə kətan şalvarlar falan çox bahadır. Yəni həddindən artıq çox bahadır. Ancaq yəni daha bir adi markalara gedəndə LC-dir, nə bilim, Kotondur. Kotonda biraz qiymətlər qaldırmışdı, amma yenə də münasib qiymətə tapmaq olurdu. LC-dir, Kotondur, sonra nə var idi? Nəysə də bunlar indi yadımda deyil. Option. Mən LC-dən 1-2 dənə həmişə şalvar almışam. 1-2 dənə şalvarım var. Bəyənmişəm amma. Keyfiyyətsizdir orada. Başqa o birlərdən almamışam. Belə Zara'dan zatdan alıram. Amma ki indi bir də ki mənim yaxşıdır ki, zövqüm elədir ki, hər halda görürsünüz də mənim aldığım şalvarlardan bilirsiniz. İndi bir dəfə də paltarları çəkərəm və koftaları falan. Elə deməli alıram ki mən həmişə geyilə bilər. Yəni ki bu il moddadır, mən bunu alım, qaçım, alım, sonra o gələn il geyinə bilməyəcəksən də onu. Çünki artıq o keçən ilin modadan utanacaq, geyinə bilməyəcək. Amma mənim zövqüm elə deyil. Çox yaxşı, çox sevinirəm ki, yaxşıdır ki, zövqüm elə deyil. Marka xəstəliyi də yoxdur məndə. Ki illa ki marka olmalıdır. Mən onu çox da sağlamlıq olaraq, psixoloji olaraq sağlamlıq olaraq da görmürəm. Buna takıntı halına gətirməkdən danışıram. Yoxsa ki gördüm, misal üçün Zara'dır, alırsan, Massimo'dan ala bilərsən. Ted Baker misal üçün mən çox bəyənirəm onun çantalarını, nə bilim, geyimlərini. Ala bilərsən, problem deyil. İpək yoldur, çox bəyənirəm. Sonra Maçkadır, yaxın durmalı deyil Maçka. Mənim zövqümcə, amma dəhşət qiymətədir. 1000 manatdan yuxarıdır orada. Misal üçün bəyəndiklərim var yəni. Bəyənsəm alaram. Amma illa ki mən Zara olmalıdır, illa ki ən ucuz Zara olmalıdır, ən ucuz Oysha olmalıdır məndə. Ən ucuz nə bilim Calvin Klein olmalıdır məndə. Yoxsa ki belə ya Mango olmalıdır məndə, ən ucuzum bunlar olmalıdır. Bahalarım da heç də demirəm onu. Onlar olmalıdır. Məndə elə takıntı halına gəlməyəm. Gördünüz ki, mən adi bilinməyən göstərdim şalvarımı. Yəni mənim işimə yarayan bir şeydirsə, əgər bu marka deyilsə, amma mən Zara'ya girib o istədiyimi tapa bilmirəmsə, ya da istədiyim anormal qiymətədirsə, o şalvar üçün, o kofta üçün, gündəlik üçün, misal üçün çox bahadırsa əgər, 150 manat ona verincə, burada misal üçün mən 30 manat verib bu şalvarı alıb gündəliyə geyinə bilərəm və göstərdiklərimdə neçə ildir geyinirəm. Bir dənə yeri xarab olmayıb, bir tiftiklənməyib. Amma mənim bir dənə Massimo'dan Vadalaska almışdım 89 manata. Boş, adi qara Vadalaska. Göstərirəm bir dəfə də geyimlərimi dediyim kimi göstərəndə, onu da göstərirəm. İnanın mənə, onu mən bəlkə 3-4 dəfə geyindim, buralardan başladı tiftiklənməyə. Halbuki LC-dən aldığım şalvar hələ əladır. Yəni başa düşürsünüz, yəni ki biraz kaçısılasın da, keyfiyyətini də biraz körlüyüblər, keyfiyyətini çox körlüyüblər. Mən hiss edirəm bunu ki, keyfiyyət bərbad günə qalıb. Çox da kaçısılanan şeylər bura gəlmir, yəni. Biraz keyfiyyətsiz şeyləri gətirirlər bura. Bizdə də alınır da, nə bilim. Bir geyim dükanlarında geyimlər satılır. Bir də deyim sizə ki, yemək, restoranlar, bunlar işləyir ancaq. Başqa, bu ləstəri tutmayacaq, həm bu möhkəmdir. Başqa heç bir yer işləmir də, başqa belə yerlər işləmir. Yəni başqa nə dükan açsan,
Çox da işləmir. Ay, bunları ağları düzəldim. İndi vıza. Neyse, obşum, onu demək istəyirdim ki, bunun səsini çıxaram. Bunlar da belə, bunu deyəsən danışmışdım, göstərmişdim sizə. Bunlar da belədir. Belə satılır. Sonra özüm fırladıb keçiririm yerinə. Belə dibə qədər. Sonra isə ha tərəf istəyirsən, istəyirsən belə az, istəyirsən belə fırlat, bu tərəf az, istəyirsən belə fırlat, bu tərəf az. Belədir. Amma möhkəmdir, çox yaxşıdır və birində 1 manata demişdim də yəqin ki qiyməti. Birində 1 manata aldım mən bunu. Amma bunun 3 dənəliyi var idi, 5.99. Keyfiyyətini deyə bilmərəm. İndi bəlkə o bundan da möhkəmdir, bundan da əladır. Bu çox davam gətirməyəcək. Mən heç nə deyə bilmərəm, yalan deyərəm. Amma bəzən çox bahalı bir şey alanda da heç onun keyfiyyəti də olmayan da olur. Amma biri 1 manata çox yaxşıdır məncə də bunlar. Özdəki möhkəmliyinə baxanda biri 1 manata çox yaxşıdır. Yəni ki, mənə sərf eləyir də. Ona görə getdim, ələmi vurdum. Mən ümumiyyətlə çox fikir vermişəm. Hansı dükana girirəm, heç o şeyə baxan yoxdur ya. Mən misal üçün istəyirəm, deyirəm ki, filan şeydən varmı? Deyirlər ki, ya da ki, görmüşəm Instagramda var, getmişəm orada almağa. Deyirlər ki, bəli var. Misal üçün deyirəm ki, ver mənə. Mən alanda da belə minimum bir 10 dənə falan alıram da belə şeylərdən. Aldım, ya orqanayzer falan. Onlarda bir gün çəkərəm sizə. Almışam, hə? Gələn dəfə gedirəm. Mesela bir gün keçir, bugün yox. Misal üçün bugün almışam, sabah bürsü gün getsəm. Deyir, qutardı da xanım. Qutardı xanım, yenə gətirəcək. Deyirəm ki, doğrudan belə satıldı. Deyir ki, heç valla belə satılmır deyə sözün düzü. Amma ki, belə bir anda satış partladı. Bax, çox fikir vermişəm buna. İndi bu veşılkalar, yəni ki, o dükanda asılmışdı. Heç özü elə yerdə asılıb ki, baxan yoxdur, baxan yoxdur, heç görən yoxdur. Orada o çünki o qədər qab-qacaq falan var ki. Yəni gələn də ora qab-qacaq üçün gəlir də. Özə xırda-xırış qab-qacaqlar da olur ki, gələnlər o elə şeylər üçün gəlir də. Şey üçün gəlmir, yəni ora veşilka üçün gəlmir. Mən də gördüm, yadıma düşdü ki, mənə belə veşilka lazımdır, bu sınıq idi, hə. Mənə belə veşilka lazım idi da. Mən də istədim. Dedi ki, qarası yoxsa ağı, dedim ki, qarasını istəyirəm. Getdi, dedi ki, hə, 10 dənə, dedim 10 dənə istəyirəm. Nəysə, gətirdi, 2 paçka gətirdi. Amma var dedim, dedi var. Daşı dedim var, qalıb yenə, dedi var. İndi getdim. Dedim ki, bəs yenə istəyirəm də, 10 dənə də istəyirəm qarasını. Dedi ki, xanım, qarası qutardı. Heç əlvra yox idi ya. Dedi, xanım, qarası qutardı. Dedim, bəs ağı, dedi ki, hə, dedik, sözün düzü mən demədim. Dedi ki, qarası qutardı, amma ağı qalıb, ağı var. Hə, dedi, mən 10 dənə verir. İnanırsınız, ürəyimdə istədim, soruşam ki, ağından neçə dənə qalıb, deyəcəkdim, yox, hamısını ver. Amma ki, şey eləmədim, yenə də dedim, eybi yoxdur, hələ bu taxım görür mənə, bəlkə bəs eləyəcək, niyə artıq alım ki. Zapaslama istəyərdim qalsın. Bu bilirsiniz nədir, bu da bilinməyən markadan almışam mən bunu, hə deyirəm də, bunun da bilinməyəndir. Amma bilirsiniz necədir, baxın, çox bəyənirəm bunu. Deməli, bu biraz payız havasında geymək üçündür. Materialı çox da nazik deyil. Amma baxın, bu belə yubka kimidir, düzdür. Fasonu da belə, baxın, aşma deyil, yəni aşma deyil. Fasonu aşma deyil. Belədir, ciblər də var. Arxadan isə, baxın, şalvar kimidir belə. Hə. Amma yəni küləkdə, Bakının bu küləyi ki var ha. Bu Bakının küləyi üçün əladır. Nə qalxmır, nə uçmur, nə dağılmır. Əsl payız havası üçündür. Prosta ki, payız havasında quru havada, hava üçündə. Yağışda indi bu palçıq-malçıq olar. Yağışda hava üçün deyil. Belə, sonra nə deyəcəkdim? Obşin, bunu çox bəyənirəm. Bu yaxşıdır, mən bunu bəyənirəm, nə bilim. Mənim xoşum gəlir. Bunu da belə asacaqdım. Mən elə niyə əyicə asayım? Bunu belə asacaqdım. Əslində bunu mən istəyirdim ki, yaylarımı ağa asım, qışlarımı qaraya asım. İndi mən danışa-danışa ağzım qızışdı, qarışdırdım aləmi bir-birinə, məncə. Bax, buna da ağa asacaqdım daha, bu da yaydı. Amma bu möhkəmdir, bu yaydı. Bu yaylarımı mən ağa asım ki, ucu veşilkalardan baxımda yay tərəf bu tərəfdir, qış tərəf bu tərəfdir. Amma ki, deməli, şey eləyirlər, qardirob otağı eləyirlər. Mən bilməm, deyəsən, mən kameramı belə qoymuşam, əyci qoymuşam. Daha doğrusu telefonu, kamera deyirəm elə, telefonu. Bu heç bu qalındır, bu qalındır, bunlar qalındır. Hə, bu o iş olar. O iş olar da yay üçün. Bunlara da ağa keçirəcəm. Hə. Deməli, nə deyirdim?
Bu qardirob otağı edirlər ha. O qədər yaxşıdır ki, əslində bizim ev deməli həyət evidir, bilirsiniz, indi görürsünüz, görə bildiyiniz qədər. Deməli həyət evidir və yuxarıda 4 dənə otaq var bizdə. Yuxarıda 4 otaq var. Biri oğlumun otağı, bura oğlumun otağıdır. Biri bu şifanyer də elə bu meblindən də şifanyer də oğlumundur. Biri qızlarımın otağıdır. Biri spalniyadır, yataq otağıdır böyüklər üçün. Biri də şeydir, nədir o, iş otağı eləmişik. Yəni orada düzdür, televizorda qoymuşuq. Amma ki, televizora əsasən baxılmır da, dərs hazırlanır, uşaqlar otururlar, dərslərini eləyirlər, stollar falan filan. Mən bəzən artıq şeylərimi də qoymuşam bir tərəfli səliqə ilə. Amma çəkmişdim daha kitablar, kitab şkafını düzəldəndə uşaqlarla, Nurullah oğlumla kitab şkafını düzəldəndə o otaq biraz düşmüşdü də. İndi bir dəfə bilmirəm, ev turu zadı falan tələb olsa, izləyicilərim çox alsa. Səsi tutalım. Deməli, onda 2, 4, 5. Deməli, onda lap yaxşı çəkərəm. Misal üçün, o otaq bizdə iş otağıdır, dərs otağıdır. Uşaqlar, yəni bütün dərslərini orada eləyirlər, kitab şkafı falan. Deyirəm ki, kaş bir dənə də əlavə, bir də aşağıda da qastinlidir, sonra kuxnyadır, nəysə hamam tualet belə. Deməli, mən deyirəm ki, kaş ki bir dənə də otağımız olaydı, onu qardirob otağı eləyərdik də. Ya da ki, uşaqlar məktəbi, universiteti bitirdikdən sonra, universitetə daxil olsunlar, bitirdikdən sonra gələcəkdə adam onu qardirob eləyər də, düzəltdirər də, divarları tamam. Yəni, qardirob o qədər adama lazımdır ki, İnan, indi kimdə görürəm, kimin evində görürəm qardirob otağı, həsrətlə baxıram. Amma ki, o dar düdük evlərə bir dənə də özünə, nə bilim, uşağın, yəni, necə deyim sizə, elə evlərdə yox ki, uşaq otağı, misal üçün, 3 otaqdır, məsələn, birin qardirob otağı eləyib. O mənim ağlıma sığmır. Və yaxud da 2 otaqdır, sonra bir dənə də balaca bir yerdir, oranı qardirob eləyib. Və sənin uşağın olsa, harada qalacaq, harada yatacaq, onu başa düşmürəm. Hazır elə ev alanda heç başqa, amma özün remont eləyəndə, təmir eləyəndə, o ağlıma sığmır. Elə yox, amma böyük evlərdə, istir bina ev olsun, istir həyət ev olsun, böyük evlərdə, əgər artıq otaq varsa, misal üçün, mənim yuxarıda 4 otağım var, aşağıda da qəsdiyyəli, yəni 5 otaqlıdır. Yuxarıda 4 otağım var, mən yenə də qardirob otağı eləmirəm iş otağını, çünki deyirəm ki, uşaqlar da dərslərini harada oxusun. Halbuki, otaqlar bizdə genişdir. Yəni kvadratdır. Mən dar, uzun, o nastroykalarda dar, uzun olur otaqlar, amma ad qoyub ki, otaqdır. Mənim üçün otaq deyil. Kravatı qoyursan, taxtı qoyursan bura, şifaner bura yerləşmir. Bu tərəfə qoysan, buradan düşə bilmirsən. Çox böyük kvadratlara da baxmışam. Onlar da dar, uzun olur. Bəzi proyektlər var ki, onlar kvadratdır. O da çox redki olur da, yəni çox nadir hallarda olur. Nəysə, uzun sözün qısası nə qədər danışdım. Uzun sözün qısası, onu demək istəyirəm ki, bizdə kvadratdır da hələ otaqlar, genişdir. Yəni, mən stol hər otaq, qızların otağına da, oğlanın otağına da stol qoysam, oğlum da öz otağında hazırlaşa bilər. Bu tərəfdə də boş yer var. İndi mən bu kameranı qoyduğum yerdə də boş yer var. Sonra qızların da otağında boş yer var. İndi haçan ev turu çəksəm, onu da görəcəksiniz ki, genişdir yəni otaqlar. Amma yenə də fizyotaki mən deyirəm ki, yataq otaq başqadır, dərs otağı başqadır. Bura sumkasını da qoysun, kitabını da qoysun, dərs eləsin, sonra gəlsin burada da yatsın. Mən xoşlamıram elə. Əgər şərait varsa təbii ki, yox şərait yoxdursa, hər çətinliyə də adam dözər ailə üçün. Heç bir problem də yoxdur ki, yetəri qədər də məncə, lazımı qədər də mən əziyyət də çəkmişəm, necə deyirlər, çətinliklər də çəkmişəm. Darısqallıq da yaşamışam, genişliyi də yaşayıram. Yəni, o mənim üçün problem deyil, yəni. Mən öyrəşkən adamım. Onu demirəm. Amma ki, varsa şərait, yəni ki, uşaqların dərs otağı ayrı olsun, iş otağı ayrı olsun ki, uşaqlar işləsin. Lazım olanda, misal üçün, mənim yoldaşım kompüterlə falan işi olur, işləyir, gəlir, yuxarıda oturur. Uşaqlar əgər orada, misal üçün, dərslərini eləyiblərsə, orada deyirlərsə, yandırır işi, televizoru da yandırır, oturur. Pəncərəni açırıq, sərin gəlir oradan, oturur, işini görür, mən çayı gətirirəm onun üçün, belə. Yəni ki, biz də otururuq qəstinində, televizora falan baxırıq. O yaxşıdır, hətta indi böyük evlərdə şey eləyirlər, deməli, stollar falan, o başqa, sonra
divan, kreslo, bir də televizor başqa olur. Yəni yemək otağı başqa olur. Televizorda divan, kreslo ilə başqa otağa qoyurlar. Hətta elə böyük evlərdən danışıram, geniş evlərdən danışıram. Elə də olur. İndi mən bu videonu hələlik saxlayayım, gedim indi cinslarımı gətirim. Çünki veşilkalarımdan artıq qaldı. İndi o veşilkofta niyə belə qalır? Nəysə, veşilkalarımdan artıq qaldı. İndi görüm nə qədər cins yerləşirsə onu da qoyum. Orada sizə dediyim o veşilka ki var, onu da göstərim sizə. Hər halda bildiniz hansıdır, amma yenə də mən göstərim də demişəm, dediyimin üstündə durum. Nə qədər danışmışam, 28 dəqiqə. İnşallah hövsələniz çatar, qulaq asarsınız. Cins şalvarlarımdır. Bu nazik, bunu astım. Nazik bu yay şalvarıdır mənim üçün. Həm də nazikdir. Bu da Bershkadandır, amma bu qalındır. Sadəcə rəngi svetlidir, bu qalındır. Bu qalın şalvarımdır mənim. Qalın cins şalvarımdır. Deməli, mən bu veşilkanı deyirdim sizə. Baxın, bu veşilkanı deyirdim. Bunu o qədər tərif edirlər, mən buradan görürəm. Hə, bu ağ yerdə tutdum, göründü. Bunu o qədər tərif edirlər. Bir də bunun ağı daha ucuz idi, korичневisi. Yəni qiymət fərqi vardı, bu biraz onun bahaydı. Mən korичневini götürdüm, qəhvəyi rəngdə götürdüm. Qızlara da özümə də, yəni qızlara da götürdüm ki, şey olsun da, nədir o? Uşaqlarda, qızların da şalvarları falan var da, bu uşaqlar da rahat assınlar. Özüm həmişə birinci uşaqlara götürürəm. Özümə qalsa əgər, özümə də götürürəm də. Lüboy şeydə beləyim. Ona görə birinci kimi uşaqlar üçün götürüm. Götürdüm, sonra dedim ki, hə, özümə də götürüm. Götürdüm, inanın mənə. Deməli, nə deyəcəkdim? Hə, inanın mənə. Çox peşman oldum götürməyimə, özüm üçün götürməyimə peşman oldum. Gərək mənə tələsməyəlim. Ancaq qızlar tərifləyir. Qızlar deyir, bizə rahatdır, biz üçün yaxşıdır. Məndən başqa hamı tərifləyir. Elə bunu təriflədilər deyə mən də aldım. Yəni, hamı tərifləyir. Yaxşıdır ki, 2 dənə aldım özüm üçün. Çox almadım. Çünki deməli, mərtəbə dedim ki, şalvarlarını bəs eləyəcək də tutmağa 2 dənə mənə bəsdir. İndi bunları da ona verəcəm, uşaqlara verəcəm. Onlar tərifləyirlər. Məndən başqa hamı tərifləyir. Bir mən başa düşmədim də, yəni bir mən başa düşmürəm ki, ya da mən istifadəsini bilmirəm. Birisi necə, götürmək çox rahatdır. Tap, eləyirsən, çıxır. Çox rahatdır. Gəl onu asmağa, asmaq dəhşətdir. Mən asmaq üçün, yəni götürmək, istifadə eləmək çox yaxşıdır. Bir şey götürürsən, istifadə edirsən, çox yaxşıdır. Amma asmaq dəhşətdir. Bu da mənim belə enli, tamam enli, böyük, belə şalvar oluram. Baxın, tamam enli şalvar. Bu elə şalvardır. Bunu da asım qaraya. Çox rahatdır. Beli rezilli olan şalvarları o qədər bəyənirəm, o qədər bəyənirəm, o qədər sevirəm. Çünki çox rahat gəlir mənə. Bilmirəm day başqalarına necə. Mənə sport geyimlərdən danışıram. Klassiklərdən yox, sportlardan mənə beli rezilli şalvarlar çox rahat gəlir, çox yaxşı gəlir. Sonra belə şalvarım var bir dənə. Bu yuxarıdan aşağıya qədər də eyni ölçüdə məncə. Belə deyil. Məncə eyni ölçüdə. Trapez çünki mənim zəhləm gedir. Trapezdən istifadə eləmirəm. Niyə belə deyil deyirəm? Çünki istifadə çox az eləmişəm də. Əsasən, maşallah, qızım universitetə gedir. Etələmədir. Qızım da şeydir. Qızım da götürür bəzən mənim cinslarımdan geyinir. Nə bilim, bəzi koftalarımı geyinir. Mən deyirəm, geyindim, amma qurban istəyirsən, geyin. Sən tələbəsənsən, hər gün dərsə gedirsən. O bişim ona görə, yəni mən çox az geyinirəm. Belə çox da çölə getmirəm, çölə bayra çox da çıxmıram. Daha doğrusu belə gəzməyə falan çox da getmirəm. Ancaq yoldaşım falan bir yerə apardı. Bu da belə bir şalvardır. Bu ondan biraz enlidir. Amma trapez deyil. Yəni bu da enli şalvardır, amma trapez deyil. Mən indi o şalvarları sizə göstərəcəm. Bir cür mən qəribə bir xasiyyət tapmışam ki, deməli, qəribə xasiyyət tapmışam. Deyin nə, soruşun nə. Tapmışam. Bu Pierre Cardin'dir, almışdım sonra. Bunlar isə, bunlar bilinməyən markalardır. Bu Bershka, bu korичневый Bershka'ydı. Bu Zara'ydı. O iki dənə isə bilinməyən markadır. Sonra bu LC'də bu yaxşı şalvardır. Bu qəşəng şalvardır. Karandaş formasındadır belə. Aşağıya doğru belə bananoy. Belə. Bu yaxşıdır.
Bilirsiniz nəyi demək istədim sizə? Mən indi təzəlicə bir azar tapmışam. Nə azardır bu? Mən əynimə yapışma şalvar geyinə bilmirəm. Təzəlicə heç cür geyinə bilmirəm. Əvvəllər geyinərdim. İndi heç cür geyinə bilmirəm. Evdə də bax görürsüz, eyni geyinirəm. Evdə də belə geyinirəm, çöldə də belə geyinirəm. Geyinə bilmirəm. Nəyə görə bunu dedim? Bu mənim uspa polo şalvarımdır. Və yetəri qədər də qiyməti belə hər halda uspa polonu bilirsiniz. Bu da belə ucuzdur. Şalvar deyil də, yəni oranın qiymətini bilirsiniz. Bu uspa polo şalvar özü belə rezinka kimidir. Yəni çox rahatdır da, əlbəttə keçir, eləyir, nəysə. Amma ki, şeydir bu. Əynə yapışmadı. Mən bunu geyinmirəm də, indi geyinmirəm. O vaxtı görün, almışam, geyinmişəm də nə qədər. İndi geyinə bilmirəm, özümün aslı deyil. Bu da mənim gündəliyə giydiyim nazik şalvarımdır. Gündəliyə geyinirəm bunu. Bəzən evdə geyinirəm. Daha bunu evə saxlayım, elə evdə geyinirəm. Bunu elə evə saxlayım. Belə. Bunu asım da. Asacam, amma geyinmirəm də. Əynimə yapışır deyə geyinmirəm. Bilmirəm də özü nasıl, yaş ötdükcə hər halda. Bəlkə o xarakteri tapdım, bilmirəm. Amma o vaxtı geyinirdim qəşəng. Çox da əynə çox gözəl də qalır. Yəni markadır deyə çox, necə deyim, kaliteli görünür də, yəni səviyyəsiz görünmür. O bəzi yapışma şalvarlar var əynə, onlar çox səviyyəsiz görünən olur. Bu səviyyəsiz görünmür də, markadır deyə yaxşıdır. Amma özümə hansı deyildi, geyinə bilmirəm. Biraz da saxlayıram, geyinməsəm qızıma verəcəm, qızım geyinir. Qəşəng də qalır, ona yaraşır da yapışma şalvarlar. Buna bağacım, böyle elədi. Belə, bunu da astım. Deyirəm də, bu niyə belə oldu? Bu da belə, bunu gərə bükək demək. Ya da yəqin ki, qızıma verəcəm, sözü yaxşıdır. Məncə qızıma verəcəm. Bu qaldı uşaqlarım üçün. Bir də bunlar qaldı, bunları da qızlara verərəm. Çünki mən bütün yufqalarımı da, şalvarlarımı da astım. Belə, bu da gündəliyim, bu da evdə geyinəcəm. Bəzən geyinirdim, bəzən elə əynimdə ola, uşağa məktəbə aparırdım, elə çölə də dəyişmirdim, elə geyinirdim. Onun üçün saxlamışdım, bunu elə geyinirəm. Şimdi indi geyinə bilərəm, çünki indi havası durucu vaxtıdır. Belə, bilmirəm, yordum sizi, bilmirəm, maraqlı oldu sizə, yoxsa yox. Amma ki, mən həm şalvarlarımı göstərdim, həm də ki, astım. Sizinlə bir yerdə maraqlı da gəldi mənə. İnanın, mənim təklikdə hövsələm çatmır. Bu kamera olanı bir yaxşı olub, bir yaxşı olub. Ay, hövsələm çatmayan işləri açıram, görürəm, danışa-danışa belə bundan sonra belə yaxşı olar mənəm. Amma bilmirəm ki, sizə maraqlı gələcək yoxsa. Bir də ki, o ürəyimdə qalıb mənim ələ salanlar mənim. Bu video ona görə də qalsın yaddaşda. Bu mənim 7-ci videom olacaq və 7 podpisasiya olan, yəni ki, 7 izləyicim var da. Bunun da 3'ü bayaq dediyim kimi, 3'ü də mənim uşaqlarımdır. Yəni 4 mənim başqa tanımadığım insanlar məni izləyir. Onlardan da ikisi mənə çox dəstək olurlar. İlk dəstək olanlarımdır mənim onlar. Və onlar mənim kənarda bir adları yazılıb qalıblar mənim üçün. Yəni unutmayacağım da onları. Deməli, çox mənə dəstək olurlar. Həddindən artıq hər videonun altına komentari yazır, dəstəkləyici söz yazırlar. Həm motivasiya verirlər mənə. Motivasiya verirlər. Çünki baxmayın da ilk videolarımdır mənim. Motivasiya verirlər. Hətta biri dedi ki, bəs daha bir belə çəksən, daha yəni kaliteli çəksən daha yaxşı olar. Daha keyfiyyətli çəksən daha gözəl olar, izlənər, baxılar. Motivasiya da çox gözəl, xoş sözlər dedilər. Bir izləyicim, ilk izləyicilərimdən danışıram. İlk izləyicim deyəndə cəmi 4 nəfərdir. O ikisi mənə çox dəstək olur da. Sonra bir yerdə danışmışdım uşaqlar haqqında. Fikrin mənə dəstək verdi, fikrini bildirdi. Onun dəstəyindən əlavə fikrimlə razı olmasaydı da bir söz deyildi. Yəni ki, mənim üçün problem deyil idi. Hər kəs öz şəxsi fikrini deyə bilər. Sadəcə şey elədi. Yəni ki, bu o deməkdir ki, axıra qədər izləyib, çünki o videonun axırındadır mənim o danışım, axıra qədər izləyib, axıra qədər dinləyib məni ki, bu qadın nə danışır. Ona görə qəlbimdə onların yeri ayrı bir tərəfdədir, taşdı. Ona görə də görək də nə olacaq, Allahın əlindədir hər şey. Amma ki, mənə belə ələ sala, ay qız sən kanal açmısan, ay qız heç səsini çıxarmırsan, ay sənin kanalın var, ay nə bilim, ay səni kim izləsin, ay səni niyə izləsinlər? Ay sən kimə lazımsan?
mən də belə mal baxıram, nə deyim. 4 nəfərlər nə deyim. Eybi yox. Hər şey yaxşı olar inşallah. Və sonra qara vedrəni tapmadım mı? Qara vedrə tapdım, amma zivil qabı üçün olanı tapmadım. Neynədim baxın indi, görün neynədim. Bu paraşok vedrəsindən tapdım qara rəngdə. Qapağını çıxartdım. Bunu tərs çevirirəm belə. Qara qalır, bu etiketini çıxaracağım. Всё, içinə klok keçirirəm. Bitdi, oldu qara vedrə. Bəli, deməli paltarları da asdım, vedrəyi də belə çarə tapdım. Amma indi aldım axı, davşı bundan sonra axtarmayacağam. İndi mən axtarmayacağım axı. Hansı dükana getsəm, hara getsəm, inanın mənə, qarşıma qara vedrənin bütün ölçüləri çıxacaq. Mən buna bütün, yəni əminliklə inanıram da. Çünki həmişə belə olub. Mən bir şey axtarıramsa, o axtardığım an onu tapa bilmirəm. Zorla, çarəsizlikdən bir şey fikirləşib vəziyyətdən çıxıram, sonra istədiklərim çıxır qarşıma. İndi bundan sonra inşallah ki olmaz, əsəbləşirəm çünki belə olanda. Amma olsa əgər, hansı vlogu çəkirəm, nə mövzuda vlog çəkirəmsə çəkeyim, mütləq bu mövzunu açıb onu o videonu qoyacağım ki, baxın siz Allah, vaxt var idi, mən bunu axtarırdım, tapa bilmirdim, indi hər yerdə var. Belə, sağollaşım sizinlə. Başınızı ağrıtdım, əgər sona qədər izlədinizsə. Minnətdaram, çox sağ olun.